Bakının Sabunçu rayonunda ata qızına xəsarət yetirib. Hadisə bu il yanvarın 15-də rayonun Zabrat 2 qəsəbəsində yeni məhəllədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Tovuz rayon sakini 1985-ci il təvəllüdlü İsrafil həmin gün gecə saat 01:00 radələrində qızı Ədilə ilə yaşadığı evdə olarkən aralarında ailə məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı o qızının üz nahiyəsinə bir dəfə şillə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən İsrafil bildirib ki, axşam saatlarında evə gəlib, daha sonra gecə saatlarında qızının hələ də yatmadığını və telefonla məşğul olduğunu görüb. Ona yatmasını desə də sözünə məhəl qoyulmadığını düşünərək üz nahiyəsinə bir dəfə zərbə endirib. O əməlindən peşman olduğunu bildirib. Zərər çəkmiş qız isə ifadəsində atasının onun telefonla oynadığını görərək yatmasını tələb etdiyini qeyd edib. O bildirib ki, telefonu söndürüb otağına keçmək istəyərkən atası üz nahiyəsinə bir dəfə zərbə endirib. Ədil atasından şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə hadisədən sonra atası yenidən həm onu, həm də anasını döyərək şikayəti geri götürülmələrini tələb edib. Zərər çəkmiş anasının döyülməsi ilə bağlı çəkilmiş şəkilləri məhkəməyə təqdim edib. Daha sonra polis əməkdaşları hadisəyə müdaxilə edərək İsrafili evdən aparıblar. Sabunçu rayon məhkəməsinin hökmü ilə İsrafil 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsinə çəkməsi, cəza müddətinin isə 18 fevral 2026-cı il tarixindən hesablanması qərarı alınıb. Qeyd edək ki, adlar şərti verilib.